Sualların izahına keçməmişdən öncə vacib məqamları qeyd edim. İlk növbədə videonu bəyənin, kanala abunə olun ki, davamlı şəkildə videolar gəlməyə davam etsin. Kanala daxil olub, bugünkü OTK-dan başqa çoxlu sayda önəmli testin də yükləndiyini görə bilərsiniz. İkinci vacib məqam. Testin PDF-ini yükləmək istəyirsinizsə, aşağıda Telegram linki qoyulubdur. Yorumlar hissəsində də var, videonun açıqlama hissəsində də. Oradan daxil olub bu testin PDF-i səliqəli şəkildə hazır olanda oradan yükləyə biləcəksiniz. Link qoyulmuş olacaq. Üçüncü vacib məqam isə suallardan birində Ramzeslə bağlı sxemdə Ramzesin Hitlerə bağlı döyüşdə qalib gəldiyi qeyd olunubdur. Orada döyüşdə qalib gəlməyibdir. Döyüş heç-heçə nəticələnib. Bu da texniki sual səhvlərindən biri idi. Digər suallarda problem yoxdur. İndi isə keçək izahlara. Qədim Misir və Makedoniya dövlətlərinə aid oxşar cəhət deyil. Fələstin və Finikiyanın işğal edilməsi hər ikisi üçün oxşar cəhət təşkil edir. Bu cavabı çıxardırıq. Əhəmənilər dövləti ilə müharibə aparması Misir eradan əvvəl 525 Pelosuya döyüşündə, Makedoniya isə eradan əvvəl 334 Qranik, daha sonra 333 İs, daha sonra 331 Qavqamela döyüşlərində iştirak edibdir. Ona görə bu da oxşardır, çıxardırıq. Roma tərəfindən işğal edilməsi qədim Misir eradan əvvəl 30-da, Makedoniya isə eradan əvvəl 146-da Roma tərəfindən işğal edilibdir. Bunu da çıxardırıq. Yunan şəhər dövlətləri ilə müharibə aparması Makedoniya dövləti üçün xarakterik olsa da, qədim Misirdə belə bir xüsusiyyət yoxdur. Düzgün cavabımız budur. Dövlətin parçalanmaya məruz qalması qədim Misir eradan əvvəl 1-ci minillikdə, Makedoniya dövləti isə İskəndərin ölümündən sonra xırda dövlətlərə parçalanmışdır. Bu da bizim oxşar cəhətimizdir. Arşakilər sülaləsinin Atropatilər sülaləsi ilə oxşar, Mehranilər sülaləsi ilə isə fərqli cəhətini müəyyən edin. Baxaq. Sasanilər dövlətinin tərəfində müharibələrdə iştirak etmələri. Atropatilər sülaləsi bu Atropatena dövlətini Atropatdan etibarən idarə edən sülalədir. Eradan əvvəl 321-də hakimiyyətə gəliblər, qeyd eləyək onları. Çünki bu testi yazmaq üçün bizim ehtiyacımız olacaq. 321-də bizim eranın 20-ci ilinə qədər hakimiyyətdə qalıblar. Deməli, bunların mövcudluğu dövründə Sasanilər dövləti yox idi. Ona görə də bununla bu oxşar təşkil edə bilməz. A variantını çıxardırıq. Xristianlığı dövlət dini elan etmələri. Atropatenada, yəni həmin Atropatilər sülaləsinə mənsub hökmdarların içində elə bir hökmdar yoxdur ki, orada xristianlığı dövlət dini elan eləsin. Bu, Albaniya tarixinə aid xüsusiyyətlərdən biridir. Ona görə də bunu da çıxardırıq. Bizans imperiyası ilə diplomatik münasibətlərin olması. Yenə Atropatilər sülaləsinin dövrünə baxırıq. Həmin dövrdə Bizans imperiyası yoxdur. Çünki Bizans imperiyası 395-də qədim Roma imperiyasının parçalanmasından sonra yaranıbdır və hələ də yaranmayıbdır. Bu da bizim cavabımız ola bilməz. Albaniyanın idarə edilməsi. Atropatilər sülaləsi Albaniyanı idarə eləməyibdir. Atropatenanı idarə eləyibdir. Ona görə bu cavabı da çıxırıq. Atropatena ərazilərinin idarə edilməsi. Bax, bu ola bilər. Həm Arşakilər sülaləsi, həm Atropatilər sülaləsi Atropatenada hakimiyyətdə olubdur. Yəni 20-ci ilə qədər Atropatilər, daha sonra 20-ci ildən Atropatena dövlətinin tam olaraq süqut etməsinə qədər 227-ci ilə qədər Arşakilər qeyd eləyək, 20-dən 227-yə qədər Arşakilər sülaləsi tərəfindən idarə olunubdur. Eyni zamanda Mehranilər sülaləsi ilə fərqli cəhətini müəyyən edin deyirsə, Mehranilər şimal bölgəsini idarə etdiyinə görə, bunlar da cənub bölgəsini idarə etdiyinə görə bu fərqli cəhət sayılır. Düzgün cavabımız Y variantı olmalıdır. Albanlarla Sasanilərin müttəfiq olmadığı döyüşləri müəyyən edin. Kür sahili döyüş 662-də baş veribdir. Cavanşir və Xəzərlər iştirak edirdi. Burada müttəfiq olmayıblar Sasanilərlə. Biri götürəcəyik. Bir olmayan variantları da çıxardacağıq. Dizrav döyüşü 371-də baş veribdir. Bu zaman Sasanilərlə Albanlar müttəfiq kimi çıxış edirdilər. Ona görə 2-ni çıxardacağıq. 2 bizə lazım deyil. Kadisiya döyüşü 636-cı ildə baş veribdir. Burada Albanlarla Sasanilər yenə də ərəblərə qarşı müttəfiq kimi iştirak edirdilər. 3-ü də çıxardırıq, 3 də bizə lazım deyil. Qanıq döyüşü eradan əvvəl 65-ci ildə baş veribdir. Bu zaman Albanlar və Romalılar mübarizə aparırdı və Sasanilərlə müttəfiq deyildilər. Heç həmin vaxtda Sasanilər dövlətdə yaranmamışdı. 4. Düzgün cavabımız olacaq 1 və 4. Azərbaycan ərazisində mövcud olmuş tayfa ittifaqları
və dövlət qurumları ilə bağlı yanlış cavabı müəyyən edin. Assuriyaya qarşı mübarizə qədim Azərbaycan tayfalarının vahid dövlət halda birləşməsini zəruri edirdi. Bu doğrudur. Bizə səhv lazımdır. İdarəçiliyin yerli məmurlara həvalə edilməsi Kutilərin iki çay arasında mövqeyini gücləndirdi. Gücləndirmədi. Bu hissədə yazılmalı idi ki, zəiflətdi. Çünki yerli məmurlar orada Kutilərin mövqeyini həqiqətən də zəiflədirdi. Düzgün cavab bu olacaq. Digərlərinə baxaq. Aratda da dini idarələrə Maşmaş adlanan kahin rəhbərlik edirdi. Bu düzdür. Turukqilər Babil hökmdarı Hammurapinin hakimiyyəti dövründə tədricən Babilistan ərazisində məskunlaşmışdılar. Doğrudur. Eradan əvvəl 18-ci əsrdə onlar həmin ərazidə həqiqətən də məskunlaşıblar. Digər varianta baxırıq. Qarşısına çıx qoyaq bunun da. Lullubilər iki çay arasının Nuzu şəhəri ilə mal mübadiləsi aparırdılar. Bu da doğru fikirdir. Həqiqətən aparıblar. Düzgün cavabımız idarəçiliyin yerli məmurlara həvalə olunması Kutilərin iki çay arasında mövqeyini gücləndirdi olmalıydı. Yerinə yazılmalı idi ki, zəiflətdi. Qədim Albaniya dövlətinin eradan və 3-cü əsr tarixinə aiddir. Burada A və Y variantlarını ikisini birlikdə izah edək. Çünki A və Y variantları ikisi eyni mahiyyəti daşıyır. A-da deyir ki, əsas istehsalçı təbəqənin qullardan ibarət olması, Y-də deyir ki, quldarlığın digər dövlətlərdə olduğu kimi geniş yayılması. Albaniya, Atropatena dövlətlərində, ümumən şərqdə quldarlıq münasibətləri Avropadakı qədər geniş yayılmamışdır. Buna görə də A və Y variantlarını çıxarıq. Albaniyada azant kədli əməyi daha çox ön planda idi. B variantına baxırıq. Selevki dövlətindən asılılığı qəbul etməsi bu eradan əvvəl 223-də Atropatena tarixinə aid bir ifadədir. Bunu da çıxırıq. Roma sərkərdəsi Pompey ilə sülh bağlaması. Pompey ilə sülh müqaviləsi bağlanıbdı. Lakin eradan əvvəl 65-də bağlandığı üçün bu da bizim düzgün cavabımız ola bilmir. Bu cavabı da çıxırıq. Hökmdarların öz pullarını kəsdirməyə başlaması bizim düzgün cavabımızdır. Həqiqətən də Albaniyada eradan əvvəl 3-cü əsrdən başlayaraq hökmdarların adından yerli pullar kəsilirdi. Uyğunluğu müəyyən edin. Yeni Alban əlifbası tərtib edilmişdir. Bu, Asuagenlə bağlı ifadədir. Qarşısına yazırıq Asuagen. Sasanilərə qarşı azadlıq hərəkatına başçılıq etmişdir. 2-ci Vaçe. Albaniyanın bütün vilayətlərini birləşdirərək mərkəzləşdirilmiş dövlət yaratmışdır. Qoçaq Vaçaqan. Sasani şahı 2-ci Şapurla müttəfiq olmuşdur. Urnair. İndi bu sualdan bizdən düzgün ardıcılığı düzmək tələb olunur. Baxırıq. Yeni Alban əlifbası tərtib etmişdir. Asuagen dövrünə aid eləyiriksə, bir nömrə Asuagenin altında olmalıdır. Yəni, bu sıralar yanlışdır. Bir olan sıralar düzdür. Davam edək. Sasanilərə qarşı azadlıq hərəkatına başçılıq etmişdir 2-ci Vaçe deyiriksə, 2 nömrə 2-ci Vaçenin altında olmalıdır. Yəni, bu sırada yanlışdır. Bizdə ən düzgün sıra artıq 5-ci sıra qalır. Davam edək. Albaniyanın bütün vilayətlərini birləşdirərək mərkəzləşdirilmiş dövlət yaratmışdır. Qoçaq Vaçaqan deyiriksə, 3 nömrə Qoçaq Vaçaqanın altında olmalıdır. Həqiqətən də düzdür. Sasani şahı 2-ci Şapurla müttəfiq olmuşdur. Urnair 4 nömrə də Urnairin altındadır. Deməli, bu sualda bizim düzgün sıramız 5-ci sıradır. Göstərilən hadisələrdən hansı birinə aid nəticə göstərilməyib? Burada bizə variantlarda islahatlar verilibdir və islahatların tərkib hissəsindən cümlələr verilibdir. Biz uyğunlaşdıracağıq görək, hansı islahata aid fikir yoxdur. Taxıl və digər zəruri ərzaq məhsullarının ixracı qadağan edildi. Bu, salon islahatlarında var idi. Ona görə də salon islahatlarını buradan çıxardacağıq. Hər bir vətəndaş dövlət idarəçiliyində istənilən vəzifəni tutmaq hüququ aldı. Bu, Periklon islahatlarının tərkib hissəsi idi. Ona görə bunu da çıxardacağıq. Ölkə vilayətlərə bölündü. Bu, Sinşuxandinin inzibati islahatının tərkib hissəsi idi. Quldarların torpaqlarının ölçülərinə məhdudiyyət qoyuldu. Bu da Qraks qardaşlarının, Tiberi Qrax və Qay Qraxın islahatlarından biri idi.
Gördüyünüz kimi burada drakon qanunları ilə bağlı heç bir fikir verilməyibdir. Düzgün cavabımız drakon qanunları. Uyğunluğu müəyyən edin. Hökmdarlar verilib, fəaliyyəti verilibdir. Eradan əvvəl 13-cü əsrin əvvəllərində Hitləri məğlub edərək onlarla sülh bağladı. Eradan əvvəl 1286-cı ildə Hitlərlə olan müharibədən sonra 2-ci Ramzes Hitlərlə sülh bağlayır. Yəni burada 2-ci Ramzesin adı olmalıdır. Digər variantları çıxardırıq. Mesopotamiyanın şimalı və cənubu üzərində nəzarəti ələ keçirərək dünya tarixinin ilk imperiyasını yaratdı. Burada söhbət Akkad imperiyasından gedir, yaradan adam isə Sargon idi. Bu variantı da çıxardırıq. Artıq düzgün cavabımızın hansı olduğu görünür. Davam edək. İslahatlarını xalqa çatdırmaq üçün o, ölkənin müxtəlif səmtlərində 33 kitabə qoydurmuşdu. Bu da təbii ki, Aşoka idi. Düzgün cavabımız birincidə Ramzes, ikincidə Sargon, üçüncüdə Aşoka olacaq. Xəritədə xüsusi işarələnmiş dövlətin eradan və 3-cü əsr tarixi ilə bağlıdır. Xəritədə verilmiş dövlət Çindir. İndi isə biz variantlara baxırıq. Ölkə üçün vahid qanunların verilməsi eradan və 221-ci ildə Sin Şuxandi hakimiyyətə gəldikdən sonra vahid qanunlar veribdir. Deməli 1 doğru olacaq. Maurya sülaləsi tərəfindən ölkənin vahid dövlətdə birləşdirilməsi bu Hindistan tarixinə aiddir. Bizə Çin lazımdır. Ona görə Çini çıxardırıq. 3. Ari tayfalarının hücumlarına məruz qalması, bu da Hindistan tarixinə aid bir ifadədir, çıxardırıq. Hunlarla mübarizə aparması, bəli, 3-cü əsrdən onların arasında mübarizə gedirdi. 1, 4. Yeni sülalələrin hakimiyyətə gəlməsi sülalələrin deyir, yəni bir neçə sülaləni nəzərdə tutur və doğrudur. Eradan və 221-ci ildə Sin sülaləsi, eradan və 206-cı ildə isə Xan sülaləsi hakimiyyətə gəlmişdir. Bizim düzgün cavabımız 1, 4, 5 olacaq. Digər variantlar yanlışdır. Xəritədə rəqəmlə işarələnmiş hansı əraziyə aid yaşayış məntəqəsi verilməyibdir? Bizdə bölgələrimiz verilibdir. 4 dənə də abidə verilibdir. İndi deyir ki, hansına uyğun yoxdur abidə. Baxaq. Sərkərtəbə Xaçmaz ərazisindədir. Xaçmaz ərazisini burada 4 ilə qeyd eləyiblər. 4'ü burada sizə göstərirəm. Bax, bu ərazi Sərkərtəbənin yerləşdiyi yer. 4'ü variantlardan çıxırıq. Çünki biz olmayanı axtarırıq. Baba Dərviş Qazax ərazisidir. Burada Qazaxa tərəf isə 3 nömrəni qeyd ediblər. 3'ü variantlardan çıxardırıq. Qobustan 2 nömrəyə düşür. 2 nömrədə bax, burada dənizə yaxın olan hissə budur. Ona görə bunu da variantlardan çıxardırıq. Kültəpə Naxçıvana aid abidələrdən biridir. Naxçıvan budur. Ona görə 5'i də çıxardırıq. 1 nömrəyə aid abidə isə verilməyibdir burada. Ona görə də bizim düzgün cavabımız burada 1 olacaq. Eyni əsrdə baş vermişdir. Qədim Hun dövlətinin parçalanmaya məruz qalması eramızdan əvvəl 58-ə düşür. Tiberi Qraxın torpaq islahatı keçirməsi eradan əvvəl 123-cü ildir. Bunlar eyni əsrə düşmürlər. Biri 1-ci əsrə, biri 2-ci əsrə düşür. Bunu çıxardırıq. Digərinə baxırıq. Qədim Çində qırmızı qaşlar üsyanı 1-ci əsrə düşür. Bizim eranın özdə. Misirin Romanın əyalətinə çevrilməsi isə eramızdan əvvəl 30-cu ilə düşür. Yəni, biri bizim eradan əvvəl 1-ci əsr, biri isə bizim eranın 1-ci əsridir. Ona görə bu cavabı da çıxardırıq. Romanın Yunanistanı işğal etməsi eradan əvvəl 146-cı ilə düşür. Üzərinə yazırıq 146. Parfiyanın Atropatenanı işğal etməsi, bu da bizim eranın 20-ci ilinə düşür. Yenə biri eradan əvvəl 2-ci əsr oldu, biri də bizim eranın 1-ci əsr oldu. Ona görə bu cavabı da çıxardırıq. Roma sərkərdəsi Pompeyin Albaniyaya hücumu 66-cı ildə gəlibdir. İlk dəfə qeyd edirik. Alanların Albaniyaya yürüşləri isə bizim eranın 1-ci, 3-cü əsrlərini əhatə eləyir. Gördüyünüz kimi yenə biri eradan əvvəl 1-ci əsrə, biri isə bizim eranın 1-ci, 3-cü əsrlərinə düşdü. Bu cavab da deyil. Romada Spartak üsyanı eradan əvvəl 74-71-ci illərdə olubdur. Digərinə baxırıq. Alban hökmdarı Zober Romadan asılılığı qəbul etməsi. Alban hökmdarı Zober də Romadan asılılığı eradan əvvəl 36-cı ildə qəbul edibdir. Burada verilmiş hər iki hadisə eradan əvvəl 1-ci əsrə düşdü. Düzgün cavabımız
budur. Hadisə nəticə əlaqələrinin doğru verildiyi cavabı müəyyən edin. Birincidə deyir, 387-ci ildə Roma-Sasani müqaviləsi Albaniya Amid vuruşmasında itirdiyi torpaqları geri qaytarması. Burada Amid vuruşmasında yox, Dizirav vuruşmasında yazılmalı idi ki, məntiq düz olsun. Ona görə də biri çıxardırıq. Biri həmçinin variantlardan da çıxardıq. Sasani şahı 1-ci Şapurun qələbələri Albaniya hökmdarı 2-ci Vaçenin Sasani dövlətinin tabeliyini qəbul etməsi. Burada 2-ci Vaçe ilə 1-ci Şapurun hakimiyyət dövrləri fərqli əsrlərə düşür. Ona görə də 2-ni də götürə bilmərik. 2-ni həmçinin variantlardan da çıxardırıq. Artıq bizim düzgün cavabımız 3 və 4 olaraq görünür. 3-ə baxaq. 629-cu ildə Sasani dövlətinin Bizansla bağladığı müqavilə Albaniya Sasani dövlətinin təsiri dairəsində qalması düzgün fikirdir. Mehranilər sülaləsinə son qoyulması, Albaniyanın daxili müstəqilliyinin ləğv edilməsi, bu da düzgün fikirdir. 705-ci ildə sülaləyə son qoyulubdur, daxili müstəqillik də ləğv edilibdir, ərəblər tərəfindən birbaşa tabe edilibdir. 3 və 4. Mətnə aid doğru fikri müəyyən edin. İlk vaxtlar insanlar özləri hələ heç nə hazırlaya bilmirdilər. Onlar meşələrdən hazır məhsulları, meyvə, gilə meyvə, bitki kökləri toplayıb yeyir, ovçuluq və yığıcılıqla, yem toplama ilə məşğul olurdular. Burada mətnə aid ən doğru fikri axtarırıq. Köçmə yaylaq maldarlığı ifadəsi yanlışdır, bunu çıxardırıq. Xış əkinçiliyi mətnə uyğun gəlmir. Bağçılıq və bostançılıq uyğun gəlmir. İstehsal təsərrüfatı uyğun gəlmir. Mənimsəmə istehlak təsərrüfatı isə uyğun gəlir. Mətndə bəhs olunan elə istehlak təsərrüfatının nə demək olduğudur. Düzgün cavab budur. Afina və Sparta şəhər dövlətlərinin eradan əvvəl 5-ci əsr tarixinə aid oxşar cəhəti müəyyən edin. Strateqlər tərəfindən idarə edilmələri bu daha çox Afina üçün xarakterik bir cümlədir. Ona görə bunu çıxardırıq. Hərbiləşmiş dövlət olmaları bu Sparta üçün keçərli olan bir cümlədir. Ona görə bunu çıxardırıq. Makedoniya dövləti tərəfindən müstəqilliklərinə son qoyulması. Eradan əvvəl 5-ci əsrdə Makedoniya dövləti hələ yox idi. Ona görə bunu da çıxardırıq. Koloniyalar yaratmağa başlamaları. Bu da hər ikisi üçün xarakterik deyil. Keçirik növbətiyə. Yunanistanda ağalıq etmək uğrunda mübarizə aparmaları. Bəli, burada Afina-Sparta müharibəsinə işarə olunubdur. Həmin müharibədə 431 eramızdan əvvəl 431 qeyd eləyək. 404-cü illəri əhatə edirdi. Bu hər ikisi üçün oxşar cəhət təşkil eləyir. Düzgün cavab budur. Albaniya mədəniyyətinə aiddir. Həsənlidən tapılmış qızılcan Manna tarixi. Daşdan yonulmuş 4 aslan heykəli Hindistan. Keriftoda aşkar edilmiş abidə Atropatena. Zivyədə tapılmış gümüş sini Manna. Böyük Dəhnə kəndində tapılmış daş kitabə Albaniya tarixinə aiddir. Düzgün cavabımız da budur. Daha əvvəl baş vermişdir. Roma şəhərinin əsasının qoyulması eradan əvvəl 753-cü il. Hindistanda kastaların yaranması eradan əvvəl 12-11-ci əsrlərdən etibarən yaranmağa başlayıbdır. İlk yazılı sülh müqaviləsinin imzalanması eramızdan əvvəl 1286-cı il Kadeş sülhü. İlk imperiyanın yaranması eradan əvvəl 24-cü əsr. İlk Olimpiya oyunlarının keçirilməsi eramızdan əvvəl 776-cı ildən başlayaraq. Deməli, ən əvvəl baş vermiş hadisə tarixdə ilk imperiyanın yaradılmasıdır. Yəni, Akkad imperiyasının. Düzgün cavabımız da budur. 2 ədəd mətn veribdir. Mətnləri oxuyacağıq. Daha sonra 1-ci və 2-ci mətnlərdə bəhs olunan mübarizənin ümumi nəticəsini müəyyən edəcəyik. Baxaq mətnlərə. Sərvət əldə etmək və onu qorumaq zərurəti quldar dövlətlərin yaranmasına şərait yaratdı. Artıq eradan əvvəl 4-cü, 3-cü əsrlərdə bu dövlətin ərazisində bir neçə quldar dövlət var idi.
Bu dövlətlər bir-biri ilə aramsız müharibələr aparırdı. Ona görə də bu dövr ölkənin tarixinə vuruşan padşahlıqlar dövrü kimi daxil olmuşdur. Deməli, burada söhbət qədim Çindən gedir. Qarşısına yazırıq Çin. Davam edək. Nomlar arasında daim rəqabət gedirdi. Hər nomun hökmdarı istəyirdi ki, zəif nomları özünə tabe etsin. Nomlar birləşdikcə onların sayı azaldı və eradan əvvəl 4-cü minilliyin ikinci yarısında iki müstəqil padşahlıq, Yuxarı və Aşağı Misir padşahlığı yarandı. Bu iki padşahlıq arasında uzun müddət mübarizə gedirdi. İndi variantlara baxaq. Çünki bizdən iki mətnindən çıxan ortaq nəticə, ümumi nəticəni istəyir. Dövlətin parçalanmaya məruz qalması. Xeyr, burada parçalanmaya doğru getmir. Ona görə bunu çıxardırıq. Ölkənin vahid dövlətdə birləşdirilməsi. Bəli, bura qeyd edirik Misirdən söhbət getdiyini. Hər iki dövlətdə, yəni qədim Çində və qədim Misirdə bəhs olunan hadisələrdən sonra vahid dövlətin yaranması prosesi baş vermişdir. Ona görə də düzgün cavabımız budur. Digərlərinə baxırıq. İşğalçı müharibələrin başlaması mətndən əlaqəsizdir. Quldarlıq quruluşunun yaranması yenə mətndən tam əlaqədar deyil. Zaten quldar idilər. Ölkənin yadelilər tərəfindən işğal edilməsi, bu da yenə mətnlə tam da əlaqədar deyil. Ən düzgün cavab ölkənin vahid dövlətdə birləşdirilməsi. Qərbi Roma imperiyasına aid deyil. Amid döyüşündə Sasani Alban qüvvələri ilə mübarizə aparılması. Əvvəlcə Qərbi Roma imperiyasının illərini buraya yazırıq. Qərbi Roma imperiyası 395-476-cı illərdə mövcud olubdur. Amid döyüşü isə 359-cu ildə baş veribdir. Sasanilər ilə Roma imperiyası arasında. O zaman hələ Qərbi Roma yox idi. Düzgün cavab bu olacaq. Bütün İtaliya, Avropanın və Afrikanın qərb hissəsində yerləşən torpaqları əhatə etməsi. Bu düzdür. Qərbi Romaya aiddir. Hunlarla mübarizə aparılması da Qərbi Romada var. 452-ci ildə Attilanın ora yürüşü var idi və digər hadisələr. Vahid dövlətin parçalanması nəticəsində yaranması. Bu Qərbi Roma imperiyasına aiddir. Çünki bayaq da dediyimiz kimi 395-ci ildə Roma imperiyasının parçalanmasından sonra Şərq və Qərb formasında iki yeni dövlət yaranmışdı. German tayfaları tərəfindən süquta uğradılması da yenə aiddir. 476-cı ildə son olaraq German tayfaları bu dövlətə son qoymuşdur. Düzgün cavabımız Amid döyüşündə Sasani Alban qüvvələri ilə mübarizə aparılması. Qədim Hindistanda Maurya sülaləsinin süqut etdiyi əsrdə. Maurya sülaləsi eradan əvvəl 180-cı ildə süqut eləyibdir. Bu da eradan əvvəl 2-ci əsr deməkdir. Qarşısına yazırıq eramızdan əvvəl 2-ci əsr. İndi isə gedirik variantlara baxmağa. 1-də Atropatena dövlətini verib, 2-də qədim Romanı veribdir. Selevki 3-cü Antioxun hücumlarına məruz qaldı. Bu hücumlar eradan əvvəl 223-də idi, yəni 3-cü əsrdə idi. 2-ci əsrdə onun tərkibində olubdu, amma hücumlardan danışmır. Ona görə A variantını götürməyəcəyik. A variantını həmçinin variantlardan da çıxardacağıq. Davam edək. Parfiya dövləti ilə müttəfiqlik əlaqələri yaratdı. Eradan əvvəl 2-ci əsrdə Atropatena həqiqətən Roma işğalına görə Parfiya ilə yaxınlaşmışdı. B-ni götürə bilərik. Burada 1-ə C olanı çıxırıq, 2-dən cavabı saxlayırıq. Hökmdar Ariobarzan tərəfindən idarə olunurdu. Xeyr, o dövrdə hökmdar Ariobarzan deyildi. Ona görə C-ni buradan da çıxardırıq. Davam edək. Qədim Roma konsullar tərəfindən idarə olunurdu. Eradan əvvəl 509-dan başlayaraq ta ki 27-ci ilə qədər eradan əvvəl 27-ci ilə qədər respublika quruluşu olmuşdur və həmin dövr ərzində də Roma konsullar tərəfindən idarə olunmuşdur. Yəni bunu götürəcəyik 2-yə A. Pun müharibəsində qalib gəldi. Pun müharibəsində qalib gəlməsi eradan əvvəl 146-cı ildə bu müharibə bitibdir, Karfagen tutulubdur, 2-ci əsrə düşür. Yəni B-ni də götürəcəyik. Deməli düzgün cavabımız 1-ə B, 2-yə AB olacaq. Davam edək. Qulların öldürülməsinin qadağan edilməsi 2-ci əsrə düşsə də, bu bizim eranın 2-ci əsridir.
Ona görə də bunu götürə bilməyəcəyik. Bizim era qarşısına da yazırıq. Düzgün cavab 1-ə B, 2-ə AB olacaq. Uyğunluğu müəyyən edin. Alt paleolit Neandertal tipli insanlar yaranmışdı. Neandertal yox, bacarıqlı insan yazılmalıydı. Çıxırıq. Orta paleolit dövrü insanların ana xətti ilə birləşməsi nəticəsində anaxaqanlıq dövrü adlanır. Orta paleolit yox, 3 paleolitdən etibarən anaxaqanlıq başlayıbdı. Neolit dövrü bir neçə qohum qəbiləni birləşdirən tayfalar yarandı. Tayfalar Neolit dövründə yox, erkən Tunc dövründən etibarən yaranmışdır. Mezolit dövrü insanlar hələ də mənimsəmə təsərrüfatı ilə məşğul olurdular. Bəli, insanlar ümumiyyətlə bütün yaradılışları boyu indiyə kimi mənimsəmə təsərrüfatı ilə məşğul olublar. Düzgün cavabımız budur. Eneolit dövrü ölü yandırma və kollektiv dəfn adətləri yarandı. Xeyr, bu da erkən Tunc dövründən etibarən yaranmış adətlərdən idi. Düzgün cavab Mezolit dövrü insanlar hələ də mənimsəmə təsərrüfatı ilə məşğul olurdular. Hansı döyüşə aid xüsusiyyət verilməyib? Deməli, döyüşlərin xüsusiyyətləri verilibdir. Burada bizə sırayla onları oxuyacağıq. Hansı döyüşə aid xüsusiyyət varsa onu çıxardacağıq və sonda müəyyən edəcəyik ki, hansı döyüş haqqında fikir yox imiş. Başlayaq. Qeyri-bərabər döyüşdə Leonid və döyüşçüləri həlak oldu. Bu, Leonidin olduğu döyüş Fermopil döyüşü idi. Qarşısına yazırıq Fermopil. Fermopil döyüşünü buradan çıxardırıq. Spartadan başqa Yunan şəhər dövlətlərinin müstəqilliyinə son qoyuldu. Bu, eradan əvvəl 338-ci ildə olan Xeroneya döyüşü idi. Qarşısına yazırıq Xeroneya döyüşünü buradan çıxardırıq. Bu döyüşdə İskəndərin ordusu 3-cü Daranın muzlu döyüşçülərini məğlub edərək Aralıq dənizi sahili ilə Misirə doğru hərəkət etdi. Bu döyüş İs döyüşüdür. Qarşısına yazırıq. Qranik, İs, Qavqamela döyüşləri yadınıza gəlirsə, eradan əvvəl 334 Qranik idi. Eradan əvvəl 333 İs döyüşü idi. Eradan əvvəl 331-də isə Qavqamela döyüşü idi. İs döyüşünü də buradan çıxardırıq. Roma sərkərdəsi Krasın rəhbərlik etdiyi Roma ordusu Parfiya Atropatena ordusunun birləşmiş qüvvələrinə məğlub oldu. Kras da Karra döyüşündə iştirak eləmişdi. Ona görə Karra döyüşünü də çıxardırıq və müəyyən edirik ki, burada Fraspa döyüşünə aid xüsusiyyət verilməyibdir. Düzgün cavab Fraspa olacaq. Uyğunluğu müəyyən edin. Manna dövlətinin xarici siyasəti 1. Ulusunun dövründə, 2. Ahşerinin dövründə. Burada xarici siyasəti dairəliyirik. Çünki daxili siyasətə aid fikirlər də olacaq. Baxaq variantlara. Müəyyən müddət Urartu ilə dostluq əlaqələri saxlaması Ulusunun dövrü üçün xarakterikdir. 1-ə A-nı götürəcəyik. Mərkəzləşmə siyasəti aparması. Aparsa belə, bu daxili siyasət sayıldığına görə B-ni çıxacağıq. 1-ə B olan variantları da ixtisar edəcəyik. Assuriya ilə münasibətlərin bərpası onun dövründə var idi. Deməli, birinci tərəfdə bizdə olacaq 1-ə A, C. Bu variantda ixtisar edirik. 2-yə baxırıq. Assuriya ilə ittifaqın gücləndirilməsi yox, pozulması yazılmalıydı. Ona görə bunu ixtisar edirik. Bu variantı da atırıq. Artıq bizim düzgün cavabımız 1-ə A, C, 2-ə C çıxsa da izah eləməyə davam edirik. B variantında deyir ki, mərkəzi hakimiyyətə qarşı üsyan baş verməsi. Bəli, eradan əvvəl 650-ci ildə mərkəzi hakimiyyətə qarşı çıxış baş versə də, bu daxili siyasətə aid bir şeydir. Ona görə çıxırıq. İskit dövləti ilə ittifaq qurulması Ahşerinin dövrü üçün xarakterikdir. Eyni zamanda xarici siyasət sayılır. Ona görə C-ni götürdük. Düzgün cavab 1-ə A, C, 2-ə C olacaqdır. Aiddir. Hökmdar Kaştareti İskit ordusu ilə döyüşdə məğlub olaraq öldürüldü. Eradan əvvəl 653-cü ildə baş vermişdir bu döyüş və həqiqətən də Kaştareti öldürülmüşdür. Ona görə 1-i götürürük. Hökmdar Kiaksar Midiyanı Assuriya əsarətindən azad etdi. Burada Kiaksar yox, Kaştaretinin adı yazılmalıydı. Çünki o azad edibdi. 2-ni çıxardırıq. Hökmdar Astiaq Midiyada İskit ağalığına son qoydu. Xeyr, Astiaq qoymayıbdı, Kiaksar qoyubdu. Ona görə 3-ü də çıxardırıq. Hökmdar Kiaksarın işğalçı müharibələri nəticəsində Midiya imperiyaya çevrildi. Bəli, o ardıcıl olaraq eradan əvvəl 605-də Assuriya, daha sonra isə eradan əvvəl 590-da Manna, Urartu, İskit kimi dövlətləri tutmuş, öz dövlətini imperiyaya çevrilmişdi. Düzgün cavabımız olacaq 1, 4. Eradan əvvəl 3-cü və eradan əvvəl 2-ci əsrlərə aid oxşar cəhətləri müəyyən edin.
Çinin Xan sülaləsi tərəfindən idarə edilməsi. Xan sülaləsi Çində eramızdan əvvəl 206-cı ildən gəlmiş, bizim eranın 204-cü ilinə qədər hakimiyyətdə olmuşdur. Yəni bu hər iki əsrə düşür. Bunu götürürük. 2-də deyir ki, Atropatenanın Selevkilərdən asılı vəziyyətə düşməsi. Onlar da eradan əvvəl 223-də asılı vəziyyətə düşüblər. Eradan əvvəl 190-cı ilə qədər onların hakimiyyəti altında qalıblar. Ona görə də 2-ni də götürəcəyik. Çünki həm 3-cü, həm də 2-ci əsrə düşür. Alanların Azərbaycana yürüşləri bizim eranın 1-ci, 3-cü əsrlərini əhatə edir. Bu eramızdan əvvəl olmadığına görə 3-ü çıxacağıq. Çində vuruşan padşahlıqlar dövrü adlanması bu dövrdə eramızdan əvvəl 4-cü, 3-cü əsrlərə verilən addır. Eramızdan əvvəl hər ikisi 3 və 2-ni istədiyinə görə 4 və 3 olduğuna görə götürə bilmirik. 5-ciyə baxırıq. Pun müharibəsinin baş verməsi. Pun müharibəsi eramızdan əvvəl 264-də baş veribdir. 146-cı ilə qədər eramızdan əvvəl yenə davam edibdir. Həm 3-cü əsrə düşür, həm 2-ci əsrə düşür. Ona görə də 5-i götürə bilirik. Düzgün cavabımız 1, 2, 5 olacaq. Xronoloji ardıcılığı müəyyən edin. Albaniya dövləti 3-cü Vaçaqanın hakimiyyətə gəlməsi 487-ci il. Bərdənin Albaniyanın paytaxt şəhərinə çevrilməsi 5-ci əsrin hardaysa ortalarına düşür. 3-də deyir ki, Arşakilər sülaləsinin hakimiyyətinə son qoyulması bu 510-dur. Mömin Vaçaqan hakimiyyətdən gedəndən sonra 4-də deyir ki, Urnar tərəfindən idarə olunması bu da 313, 371-ci illəri əhatə edir. Deməli, biz əvvəlcə Urnarı hakimiyyətə gətirməliyik. Daha sonra Bərdə paytaxt şəhərinə çevrilməlidir 2-ci Vaçaqan dövründə 4-2. Sonra 3-cü Vaçaqan hakimiyyətdən gəlməlidir 1. Daha sonra isə o hakimiyyətdən getməlidir və Arşakilər sülaləsinə son qoyulmalıdır 3. 4-2, 1-3 bizim düzgün cavabımız olacaq. Roma imperiyası ilə mübarizə aparmayan dövlətləri müəyyən edin. Əvvəlcə Roma imperiyasının illərini yazaq. Bu imperiya eradan əvvəl 27-ci ildən bizim eranın 395-ci ilinə qədər mövcud olubdur. İndi baxaq. Sasanilər 359-da, 371-də bunların döyüşləri var məsəl üçün. Ona görə bunu çıxardırıq. 2-də Albaniya. O cümlədən Albaniyada Sasanilərin müttəfiqi kimi onlarla həmin döyüşlərdə iştirak eləyibdir. Ona görə 2-ni də çıxardırıq. Sonra verilib Parfiya. Roma imperiyası ilə Parfiya arasında müharibə Mark Trayanın dövründə var. Orada deyir ki, Ktesifon şəhərinə doğru gedirdi. Ona görə 3-ü də çıxardırıq. Frank dövləti yarananda Roma imperiyası yox idi. Ona görə cavablarımızdan biri 4 olacaq. 5 nömrə Atropatenada da o cümlədən Roma imperiyası ilə döyüş yoxdur. Çünki bir dənə döyüş var eradan əvvəl 36-cı il Fraspa, onda da Roma imperiya deyildi. Daha sonra ondan sonra da konkret bir döyüşdə Atropatenanın adı çəkilmir. Ona görə bu sual düzgün cavabımız 4 və 5 olacaqdır. Euler-Venn diaqramına əsasən uyğun bəndləri müəyyən edin. Qədim Roma verilibdir, qədim Çin verilibdir. İşğalçı müharibələr aparması hər iki dövlət üçün xarakterik xüsusiyyətlərdən biridir. Ortaya yazırıq 3-ə A. Misirin işğal edilməsi qədim Roma tarixinə aiddir. 1-ə B, eradan əvvəl 30-da tabe eləyibdir oranın özünə. Heroqlif yazı sisteminin mövcud olması. Heroqlif yazı sistemi əsasən Çində istifadə olunubdur. 2-yə C. Ölkə ərazisində üsyanların baş verməsi. Qədim Romada Spartak var. Qədim Çində qırmızı qaşlılar, sarı-sarıqlılar kimi üsyanlar var. Ortaq cəhətdir. 3-ə həm də D yazılacaq. 12 lövhə qanunlarının tərtib edilməsi isə eramızdan əvvəl 5-ci əsr Roma tarixinə aiddir. Deməli, bizim düzgün cavabımız 1-ə B və Y, 2-yə C, 3-ə də A və D olacaqdır. Sizə təqdim olunmuş situasiyanı diqqətlə oxuyun və burada verilmiş məlumatlardan istifadə edərək tapşırıqları yerinə yetirin. Nəzərə alın ki, hər tapşırıqda alınan nəticə həmin situasiya ilə bağlı növbəti tapşırıqlarda istifadə oluna bilər. Sasani-Roma müharibəsində Sasani şahı Roma ordusunu məğlubiyyətə uğratdı və öz qələbəsi barədə bütün qonşu ölkələrə xəbər göndərərək onlardan itaət göstərmələrini tələb etdi.
Bu zaman Albaniya hökmdarı Sasani hökmdarına tabe olmaq istəmədi. Buna baxmayaraq, bir çox ölkələr kimi Albaniyada Sasanilər dövlətinin tabeliyinə düşdü və onu hərbi dəstələrlə təmin etməli idi. Sualda deyir ki, tarixi biliklərinizə əsasən mətndə hadisələrin hansı əsrdən bəhs olunduğunu və bu dövrdə Albaniyanı idarə edən sülalənin adını yazın. 1 və 2 olaraq qeyd edilibdir. Biz də əvvəlcə 1 və 2 olaraq bu formada yazırıq. Əsr olaraq hadisələr 260-cı ildən, yəni 3-cü əsrdən gedir. Bunu Rum rəqəmi ilə ya da adi rəqəm formasında yaza bilərsiniz. 3-cü əsr. Sülalənin adı isə həmin dövr Albaniyanı Arşakilər, Alban Arşakiləri idarə edir. Qeyd edirik, Arşakilər. Mətndə bəhs olunan hadisənin nəticəsi haqqında məlumat hansı məbəddəki kitabədə qeyd olunmuşdur? Həmin məbədin adı da Nəqşi Rüstəm idi. Qeyd edirik, Nəqşi Rüstəm. Mətndə bəhs olunan Sasani və Albaniya hökmdarlarının adlarını yazın. Sasani hökmdarı 1 qeyd edirik ki, bura 1-ci Şapur idi. Həmin dövr Alban hökmdarı isə 2 qeyd edirik. 1-ci Vaçe idi.